Dadı da rəngi kimi möhtəşəm görünən, dəfələrlə isitsəniz də rəngi dəyişməyən bu borşu gəlin birlikdə hazırlayaq. Bu videoda mən sizin üçün qıpqırmızı borşu necə bişirmək olar, qaydalarını və sirlərini bölüşəcəm. Borş üçün istifadə edəcəyiniz ət sümüklü olduqda daha dadlı olur. Əti suda qaynadarkən eyni zamanda soğanı xırda şəkildə doğrayıb qovururuq. Rəngi az saralan soğanın üzərinə isə yerkökünü xırda şəkildə süzgəcin gözündən keçirdərək əlavə edirik. Həmçinin çuğunduru da süzgəcin iri gözündən keçirdin ki, daha gözəl görünsün. Çalışın yerkökü ilə çuğunduru ayrı şəkildə qovurasınız. Hər ikisinin qovurulmasında biraz duru və biraz kərə yağından istifadə edirəm. Belə olduqda yerkökü və çuğundurun rəngi gördüyünüz kimi çox gözəl görünür. Çuğundur biraz qovrulduqdan sonra isə üzərinə tomat pastası əlavə edirik. Və yaxud da siz burada 2 ədəd pomidordan da istifadə edə bilərsiniz. Yedikdə çox gözəl görüntü verməsi üçün kələmləri də xırda şəkildə doğrayıram. Sonra isə kəfini yığdığımız ətin üzərinə əvvəlcə kələmi və yerkökünü, eyni zamanda 1 ədəd orta boy kartof əlavə edirik. Və üzərinə 2 ədəd dəfnə yarpağı əlavə etdikdən sonra qazanın qaynaması üçün gözləyirik. Əsl borş reseptində sarımsaq olsa da bunu sizin zövqünüzə buraxıram. Çalışın çuğunduru öncədən əlavə etməyəsiniz. Qaynadıqdan sonra çuğunduru da əlavə edərək tam şəkildə bişiririk. Bəs siz borş bişirdikdə hansı üsulla bişirirsiniz və hansı sirlərdən istifadə edirsiniz? Bunu mənimlə rəylərdə mütləq bölüşün. Videoların davamlı olması üçün isə kanala abunə olmağı da unutmayın.